Bu video VIP House-un mənfi cəhətləri haqqındadır, sona qədər baxın. Buranın bir dənə reklamı yaxşıdır, başqa heç nə yazıb köhnə videoların birində izləyicimiz. Fikirləşdik bəlkə parkingə görə belə yazar, amma hərə bir maşından gəlsə yenə yer var. Fikirləşdik bəlkə restoranın içi çox darız qaldı, amma kabinetlər xaric zalda da eyni vaxtı 80-90 nəfər arası rahat oturub istirahət eləyə bilir. Tavan öndürlüyü öz yerində, havalandırma da bütün gün işləyir və burada nə qədər oturub getsəniz üstünüzdən pisiyi gəlmir. Fikirləşdik bəlkə mebellərə görə belə yaza bilər, ancaq burada hər şey ən yaxşısından, ən rahatından tərtib olunub. Qalan şərait də isti su, soyuq su, maye, sabun, kəpək əleyhinə şampun hamısı öz yerində. Sonra fikirləşdik kabinetə görə, amma içində istirahət üçün hər cür şəraiti olan bu cür VIP kabinetimiz də var. Sonra fikirləşdik bəlkə qiymətlər çox bahadır, amma çekə diqqətlə baxın, 6 nəfərə 140 manat, 20 pivə, sadə qəlyan, stola gəlməyən heç nə qalmayıb. Pivə çəlləklərimizin hamısı hər gün dəyişir. Qəlyanlarımızdan da qara tüstü çıxmır. Heç birindən də hələlik narazıçılıq olmayıb. Sonra fikirləşdik bəlkə yeməklərə görə, bəlkə izləyici elə bilər ki, yeməkləri hardansa sifariş verib burada özümüz isidib veririk. Amma yeməklər də gündəlik, təzə və keyfiyyətli ərzaqdan buradaca hazırlanır. Sonra fikirləşdik bəlkə zakuskalardadır problem, amma zakuskalar da gördüyünüz kimi. Həm də yazıb ki, bir dənə reklamı yaxşıdır, onu da bilmirik söhbət hansından gedirsə. Nəysə, siz belə rəylərə baş qoşmadan, dostlarla yaxşı vaxt keçirmək üçün dadlı ləzzətli yeməklər, maraqlı dobro zakuskalar, təzə pivələr və bol tüstülü qəlyanlar istəsəniz buyurun gəlin, əlavə suallarınızı da bizə yazmağı unutmayın.